Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin. Ve ala alihi tayyibine tahirin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Biz dedik ki, Allahın rəhmət bəhsində əvvələn icmali toxunduq, biraz gizlin toxunduq. İndi isə çalışacağıq ki bunu daha aydın və daha biraz geniş toxunaq. Çünki ürfdə də bu əslində toxunası bəhsdir. Ne üçün? Çünki ürfdə ki Allahın rəhməti başqa cür başa düşülür. Artıq ona görə cəmaət mümkündür Allahın rəhməti ilə rahat günah eləsinlər. Bu bir. İkincisi də ki Allahın ki rəhməti səhv başa düşüləndən sonra artıq cəhənnəmin vücudunda problem bilsinlər ki, bu qədər rəhmətli olan bir dənə Allah varsa, biz niyə bu cəhənnəmi yaradıb? Niyə belə yaradıb? Biz keçən dəfə onlara cavab verdik ki, bəli, əslən cəhənnəmin özü rəhmətdir. İndi deyəcək Ər-Rəhman surəsindən, cəhənnəmin özü də rəhmətdir və əzabın özü də rəhmətdir. Çünki qanunların nəticəsidir. Yəni onun qanunları həyata keçir, nəticəsi var deyənə, hər bir halda xeyirdir deyənə, ona görə də qanunun nəticəsi olan əzab da hər bir halda xeyirdir. Və biz dedik ki, rəhmət əslən əqli məsələdir. Əqli məsələdir ki, əql o yerdəki hökm verir ki, burada bəli, burada keçəcək lazımdır, burada keçmək lazımdır. Orada keçir. Əql bir yerdə hökm verir ki, yox, burada keçmək olmaz. Çünki buradakı keçmək böyük bir dənə fəsada səbəb olacaq. Ona görə bunu keçmək lazımdır ki, əqlin hökmüdür. Bəli, əqlin hökmüdür və biz onu Ağcavad Amildən getirdik o bəhsi. İndi isə məsələyə bir başqa cür yanaşacağıq. Yanaşmamızın biri budur ki, müfəssirlər Ər-Rəhman surəsində bir neçə dənə ayə götürüblər və deyiblər ki, cəhənnəm hələ neymətdir və cəhənnəm üçün neymətdirsə artıq rəhmətə çevrilir o. Baxmayaraq o neyməti kimsə sərf istifadə edib özünə niqmət kimi əzaba çevirə bilər, amma neymətin əsli vücudu o rəhmətdir. Kim necə istifadə edirsə onda bizim işimiz yoxdur. Deməli, bəhs budur ki, Ər-Rəhman surəsində buyurur, Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim, Ursilə aleykumə şuvazun min narin və nuhasun fələ təntəsirani fəbieyyi ələi rabbikumə tokəzzibən. Buyurur ki, sizin üzərinizə alovlu şölə və əridilmiş mis göndəriləcək. Ursilə aleykumə sizin üzərinizə. Yəni, bu bir dənə nöqtəni çatdıraq. Fəbieyyi ələi rabbikuma, orada kuma zəmiri, ursili aleykuma, burada ikili təsniyə zəmiri, həmin ins və cinslərdən söhbət gedir. İnsanlar və cinlərdən. Onu biləsiniz ki, Ər-Rəhmandakı, Tokəzzibanidəki əlif ki, təsniyədir. Həmçinin Rabbikumadakı kuma təsniyədir. Bunlar ikisi də və başqa təsniyə ikili bildirən zəmirlər də, yəni əvəzliklər də qeyd edir insandan cinə. Və deyir ki, onlara biz göndəririk, sizin üzərinizə biz göndəriləcək ki, nə? Alovdan şölə və əridilmiş mis. Və özünüzü qoruya bilməyəcəksiniz bundan. Bundan heç bir özünüzü qoruya bilməyəcəksiniz. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız. Sonra buyurur ki, Həzihi cəhənnəmulləti yukəzzibu bihəl mucrimun. Bu, o cəhənnəmdir ki, o hansı ki, günahkarlar onu yalan sayırdılar. Yətufunə beynəhə və beynə həmimin ən ki, onlar təvaf edəcəklər, fırlanacaqlar ki, nə, həmin odla qaynar su arasında fırlanacaqlar. Çünki bu dünyadakı, hələ bu dünyaları olan belə keçib, ki, onlar hələ odla qaynar su arasında olublar. Haram pul, zülüm, filan, hələ bütün dünyaları bunların dünya yaşayışı hələ odla qaynar suyun arasında keçib deyənə, hələ bu şey sinxron köçürülüb o dünyaya. O dünyada da olub bu cəhənnəmdə, həmin odla qaynar su şəklinə düşüb.
Bunlar üçün o ki Allahın şüarları ki arasında təvaf olunmadı, Allah deyilən şeyləri təvaf olunmadı. Sən də şeytanın şüarları arasında təvaf edəcəksən. O şeytanın şüarları arasında təvaf edənlər də eynən cəhənnəmdə o cürlə o vəziyyətə düşəcək ki, sinxron köçürüləcək, zahir olacaq. Belə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Belə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Deməli, bu nədir? Surənin əvvəlində ki, deyir, Ər-Rəhman əlləməl Qur'an. Qur'an insanın, Qur'an Allahın qanunlarının toplusudur və Ər-Rəhman əlləməl Qur'an həmin o Ər-Rəhmandır ki, Qur'anı öyrədib. Yəni öz qanunlarını bəyan edib, öyrədib. Amma ki əqli bir dənə dəlil ki, cəhənnəm ayələrə görə, Ər-Rəhmandakı ayələrə görə cəhənnəm özü nemətdir. Çünki cəhənnəmi deyiləndən sonra axırda nemət söhbəti gəlir ki, fəbiəyyi alay rabbikuma tukəzzibən, hansı nemətlərinə yalan sayırsınız Rəbbinizin. Bu Ər-Rəhmanda gələn ayələr və ayələrdən gələn nəticə budur ki, cəhənnəm rəhmətdir. Bəs indi bu Qur'andır. Bəli, Qur'anı əqlən olaraq bu necə biz deyə bilərik ki, dəlil gətirə bilərik ki, cəhənnəm doğrudan da rəhmətdir. Çünki bəziləri cəhənnəm qorxusundan günah eləmir, zülm eləmir ki, cəhənnəm var. İnsanların haqqına girən, möminlərə əziyyət verən, oraya daxil olması hamının üçün rəhmətdir ki, o adamların yeri elə oradır. Buna adi dünyadan da misal çəkmək ola bilər, çəkə bilərik. Nə deyə bilərik? Deyə bilərik ki, nə qədər insan var ki, zindan qorxusundan cinayət işləmir. Bilir ki, tutulacaq deyənə, ona görə cinayət işləmir. Ona görə cinayətkarlar isə qalanlara rəhmət olaraq oradadır. Oradakı cinayətkarlar da bu bayırda qalanlara rəhmətən içəridədir. Əslən insanın hansısa sıradan çıxmış üzvünün kəsilməsi qalan üzvlərə rəhmətdir. Məsəl üçün operasiya ilə, əməliyyatla hər hansı bir üzvü götürürlər ki, əgər o üzv götürülməsə, o birisi sağlam üzvlər də aradan qalxar. Bu, o üzvün götürülməsi, yəni həkimin əlində bıçaq, həmin bıçaq ora deyəndə artıq hamısı rəhmət olur ki, qalan üzvlər yerində qalır. Və həmçinin nədir? Həmçinin bəzi günahkarlar ki, cəhənnəmdə yanacaqlar, yanaraq təmizlənəcəklər və cənnətə daxil olacaqlar. Və necə ki, insan xəstələnir, müalicə tapır, müalicə ilə sağalır. Eynən, cəhənnəmdə bir növ müalicə rolunu oynayacaq. Və həmçinin biz Quranın başqa ayələrinə baxanda ki, ayələri bir-bir demirəm, ayələri çoxdur rəhmət barədə. Ümumən ələ gələn nəticələr var ki, siz baxsınız Quranda ayələrə, görərsiniz ki, oradakı ayələrin çıxarışlarından ümumi nəticə gələn budur ki, çünki ayələr deyir ki, iman gətirən, hicrət eləyən, cihat eləyən, üzü ağ olanlar, Allaha və Peyğəmbərinə itaətli olanlar, yaxşılıq eləyənlər, şeytanın dostu olmayanlar, namaz qılanlar, zəkat verənlər, əhdi pozmayanlar Allahın rəhmətindədir. Bu ayələrlə sabitdir bizə. Neçə dənə ayələr var ki, bu bizə sabitdir bunlarla. Ne üçün bunlar Allahın rəhmətindədirlər? Çünki siz dediyim adı iman gətirən, hicrət edən, cihaz edən, üzü ağ, hamısı bunlar ki var. Bunlar ki Allah qanunlarını çeynəməyiblər. Bunlar ki Allah qanunlarını oturub durublar. Deyənə nəticəsi həmin Allahın rəhmətidir. Və elə bil ki, rəhmət bir dənə ağacdır ki, onun gövdəsi Allahın qanunlarıdır. Sonra Allah hər nə təqdir edirsə, ondan artığını verir. Rəhmətdən öncə gətirməsi qarşı tərəfə xoş xəbərin öncə verilməsidir. Deyir ki, rəhmətun və fazlun, fərz edir ki, artıq bir şey deyərlər. Yəni, daimən o artıqdır, artıq verir, insanlara artıq verir. Və sizlər də, yəni kafir qövmdən yalnız Allahın qanunlarını necə tapa bilərsiniz? Yəni, nə? İlahi bizə rəhm elə, yəni ilahi bizə qanunlarını göstər ki, ona əməl eləyir, nicat tapaq. Qanunları bizə göstər, bizə bildir ki,
Ya bildirim qanunların var ki, o şübhəsiz. Həmin o qanunları öyrənməyə bizim üçün yol aç ki, o qanunları öyrənək və rəhmətin bizə şamil olsun. Və e, baxmayaraq Allah qanunları isə belədir ki, bəşərə nicat verirsə belə, yenə də itaatsizlik edəcəklər. Baxmayaraq bütün qanunlar bəşərə nicat verir. İnsan övladı nicat verir. Amma itaatsizlik yenə də olmalıdır, olur da. Və ona görə Allahın rəhmətini, həmçinin Allah rəhmətini istədiyi şəxsə şamil edə bilər. Amma bu rəhməti gərək insan özünə cəlb eləsin. Çünki bizdə ki, cəbir yoxdur, məcburiyyət yoxdur. Ona görə insan gərək özü çalışsın, özü işləsin, özü o yan bu yana geçsin, Allahla arasını düzəltsin ki, Allahın rəhməti ona şamil olsun. Həmçinin Quran ayələrində buyurur ki, Allahın həmçinin kitabı, Peyğəmbəri rəhmətdir. Çünki Allahın kitabı qanunlar toplusudur, nəticəsi həmişə xeyir. Peyğəmbər qanun çatdıran, o qanunları çatdırdığı qanunların nəticəsi həmişə xeyir. Və ona görə də baxmayaraq ki, Allahın rəhməti genişdir, amma gərək insanlar həmişə qorxu ilə ümid arasında olsunlar. Sonra nə çıxarışlar var? Sonra başqa Quranların siz tapa bilərsiniz. Çox zaman insanların aramlığını qoruması rəhmətlidir. Çünki insan səkinət ilə, sükunət ilə, rahatlıqla aramlığını qorunması onu rəhmətə getirib çıxartacaq. Çünki aramlıq zamanı əql yaxşı işləyir. Çünki qəzəb ki, insana ariz olur, insan qəzəblənir. Qəzəb vaxtı, başqa bir vaxtlarda insanın əqlinin ki, üstü örtülür. Üstü örtülən əql nə qanun biləcək, nə qanun nəticəsi biləcək. Ona görə də aramlığı qorumaqla ki, artıq siz qəzəb halında aramlıq qorunmalı ki, insan düzgün hökm çıxarda bilsin. İnsan ki, Quranda ayırmır ki, ey mənim günahda həddə aşan bəndələrim ki, Allahın rəhmətindən ümidsiz olmayın. Nədir? Nə qədər həddə aşarsa belə insan günahda, heç vaxt Allahın rəhmətindən ümidsiz olmalıdır. O zaman ki, tövbə ilə buradan köç edə və tövbə qapısı köç eləyərsə və bir halda ki, tövbə qapısı son nəfəsi kimi açıqdır. Və əgər bu tövbə olarsa, artıq rəhmət sənə şamil olacaq. Ne üçün? Ona görə ki, Allah bir dənə qanun var ki, hər kəs ki, tövbə eləsə, mən o tövbəsini bağışlayaram. O qanun nəticəsi artıq rəhmətə sənin şamil olmağındır. Və həmin o Allahdan qorxmaqlıq nə gətirib çıxardır? Qanunlara əməl etməyə gətirib çıxardır. Və əgərlər bunlara əməl etsə, əlbəttə ki, bu sonsuz rəhmət olan behişdə daxil olmaq deməkdir. Feyz Kaşaninin ki, Safi təfsirində bir sözü var. Buyurur ki, ağa, Ər-Rəhman, yəni bizə ruzini çatdırmaqda rəhm eləyən. Tekstdə ruzini götürüb ağa. Və rivayətdə buyurur ki, yaratdıqlarına ruzisi ilə özünə bağlayan. Allah yaratdıqlarına ruzisi verməklə onları özünə bağlayır. Ona itaət olunmasa belə, onlardan ruzisinin maddələrini kəsməz. Heç vaxt. İtaət olmasa belə, maddələr kəsilmir. Bu nədir? Ər-Rəhmanlıq yəni. Ər-Rəhim nədir? Dünyada və axirətdə bizə rəhimlidir. Diqqət edin, ha? Dünyada və axirətdə bizə rəhimlidir. İndi biz deyəcəyik ki, bu dünyada Allahın rəhimliyi nədir? Deyəcək onu inşallah qabağda. Bizim üçün dini yüngülləşdirməyi və o dini yüngül və asan qərar verməyi ki, bizlər əməl eləyək də ona. Çünki nə qədər hökmlər asan da olsa, o qədər əməl çox olar. Və bu həmin nədir? Bu rəhimliyə aiddir. Bu dünyada rəhimli yəni nə? Dinini bizim üçün yüngülləşdirib, dinini bizim üçün asanlaşdırıb ki, bizlər daha yaxşı əməl eləyək. Və o bizə onun düşmənlərini ayırmaqda rəhm edir. Bu dünyadakı rəhmim nədir biri? Onun düşmənlərini ayırmaqda bizə rəhm edir. İmam Əleyhisselam buyurub ki, mömin bəndələrinə itaəti onlar üçün yüngülləşdirdiyinə görə kafir bəndələrinə dualarını qəbul edən yumşaqlığında rəhimdir. Çünki şəriət həm mömin üçündür, həm kafir üçündür.
Şəriət həm mömin üçün kafir. Baxmayaraq kafir bunu əmr eləmir, amma onun üçün də var bu. Çünki o sorğu-sual olunca da ona. Buna əsasən İmam Sadiq əleyhissalam Rəhman ümumi sifət üçün xüsusi isim, Rəhim isə xüsusi sifət üçün ümumi isimdir. Rəhman ümumi sifət üçün xüsusi isim, Rəhim isə xüsusi sifət üçün ümumi isimdir. Və iki dənə şeyi çatdıraq, inşallah sözümüz tamam. Əbdüləla Səbzəvari rəhmətullah aleyh ki, onun ki, Rəhman bu dünyada, Rəhman bu dünyadadır, Rəhim o dünyadadır sözünə ki, rəddiyəsi var Məvahibur Rəhmanda təfsirində, öz təfsirində. Ağa buyurur ki, birinci bu nədir? Birinci sual budur. Deyir ki, birinci sual budur, sual cavab verir. Sual budur ki, Rəhman dünyada, Rəhman dünyaya, Rəhim isə axirətə aiddir. Bu belə, məşhur bir dənə fikir, cəmaatın arasında məşhur. Burada dünya axirətdən müqəddəmdir. Dünya axirətdən müqəddəmdir. Buna bir dənə irad deyir. Ağa buyurur ki, cavab bu nədir? Bu heç bir halda düzgündür. Çünki deyir, aləmlər Allaha nisbətdə üfüqi olaraq eynidir. Yəni dünya ilə axirət eynidir Allaha nisbətdə. Həqiqətən o zaman və zamanla olan hər şeyə əhatəsi var. Allahın hər şeyə əhatəsi var. O zamandan və məkandan ikisindən də xaricdədir. Çünki içəri girsə, zaman daxilində olsa artıq ehtiyac sifəti ona gəlir deyə nə eləyə bilmərik onu. Məgər ki, məxluqa nisbətdə mülahizə olunsun. Quranda Rəhman sifəti axirət barədə varid olub. Nədir? Bugün, yəni qiyamət günü Rəhman üçün haqdır. Siz baxsınız, Furqan surəsi 26-cı ayə. Rəhman axirət üçün gəlib. Deməli, Rəhman təkcə bu dünya aiddir. Və o gün ki, təqvalılar süvari olaraq Rəhmana tərəf toplananlar ki, baxarsınız, Məryəm surəsi 85-ci ayə. Bu iki dənə ayə, ikisi də nə üçün, Rəhman sifəti nə üçün gəlib? Axirət üçün gəlib. Necə ki, dünyaya nisbətdə Rəhim sifəti də var. Deyirlər ki, Rəhim sifəti axirətə aiddir. Yox, Allah öz Quranın kərimində Rəhim sifətini dünya üçün də aid eləyib. Buyurub ki, özünüzü öldürməyin. Həqiqətən Allah sizə qarşı rəhimlidir. Yəni bu dünyada. Nisa surəsi 29-cu ayə. Mən deyirəm, sizlər də o ayələrə özünüz də baxın. Özünüz də araşdırın. Ona görə həmçinin hidayət imamlarından vardır. Ey dünya və axirətdə Rəhman, dünya və axirətdə Rəhman və hər ikisinin rəhimi ki, biz bunu İmam Hüseyin əleyhissalamdan çatdırdıq. İkinci sual budur. Budur ki, Rəhman ümumi cəmaət üçündür. Rəhmətin hər bir şeyi əhatə edib. Amma rəhim möminlərə xasdır. Möminlərə qarşı rauf və rəhimdir. Ki, iki dənə Quran ayəsi, biri Rəhmanın bu dünyaya aid olmağı, biri Rəhimin o birisi dünyaya aid olmağı. Ağa buyurur ki, həqiqətdə belədir. Bəzi fərdlərin və şərəflilərin zikr olunması, bunun onlardan başqasına aid olmaması deməkdir. Baxmayaraq ki, bütün şərəfli fərdlər ki, möminlər, onlara qarşı bu rəhimli zikr olunub, amma bu o deməkdir ki, o bu dünyaya aiddir. Sonda bunu deyirik. Buyurur ki, heç bir növdən asılı olmayaraq, Rəhmanın rəhməti möhtac olan hər şeyə aiddir. Mümkün varların hamısına. Bəli, rəhmaniyyətin ən mühüm fərdlərindən təkvini aləmin ən gözəl nizamla nizamlanmasıdır. Rəhmiyyətdə isə ən kamil nizamla təşriği nizamlanmasıdır. Deməli, nə oldu? Rəhman sifəti Allahın təkvini sifətidir, yəni yaradılış. Rəhim sifəti isə, çünki Rəhman sifəti yaradılış, hər iki dünyada yaradılış var da. Rəhim nədir? Təşri. Yəni nə? Şəriət, Allah qanunları. Bu dünyada da, o dünyada da. Nədir? Hər ikisinə aid oldu. Və nə üçün rəhim sifəti daha çox möminlərə aid olur? Çünki Allahın şəriətinə möminlər əməl edir deyənə, ona görə rəhimiyyəti möminlərə qarşı daha aşkardır. Bu cəhətdən də həmin rəhimiyyət axirətə də məxsus olur. Həm bu dünya, həm axirətə. Yəni, Allahın dininin özü
onun rəhimiyyəti bu dünyada ya, Allahın dininin özü onun rəhimiyyətindən xəbər verir. Yəni nə? Allahın rəhmaniyyəti bax. Allahın hər şeyi yoxluqdan çıxararaq var etməsi və onun vücudundan feyzin yayılması rəhmaniyyət olan rəhmətindən olmasında şübhə yoxdur. Vücudun yaranması. Necə ki, mövcudların hər növündə, bəlkə onların siniflərinin hər sinifində, onlardan birində olub, o birisində olmayan xüsusiyyətlər əsrlər boyu tapılır. Bu rəhmaniyyətə görədir. Bu xüsusiyyətlər rəhimiyyət rəhmətinə görə isə hədsizdir. Necə ki, insan növünün xüsusi növü olan müminin bu rəhmətin yeri olur, məhzəri olur. Həmçinin mələk, fələk, heyvan, bitkilər də bu rəhmətə şamil olur. Deməli, rəhimiyyətə təkcə insan aiddir, hamı aiddir, hamı. İnşallah bu rəhmət bəhsimizdə bir neçə dənə yerdə qalıb, onları da inşallah gələn bəhsimizdə açarıq. Və elhamdülillah və sallallahu alə Muhammedin və alihil əthar. Allahumma salli alə Muhammedin və ali Muhammed.